Yazıca gəlir ya yox. İnsana həri üzüyü gətirəndə, nişan gətirəndə xonçalar bir-bir cəmaata göstərirdilər. Baxın, bu libasdır, bu filan qızıldır, bu boyun bağıdır, bu filandır, bu filandır. Yəni mən uşaq olmuşam da o vaxtda, amma gözümlə görmüşəm mən bunu. Bunlar bu bir növ həmən söz müqaviləsi idi. Həmən Qur'an-ı Kərimdə ki Allah deyirdi, bu bir növ el içində söz müqaviləsi idi və bu günlərim mən bilən indiyə qədər var ki, toylarda gəlin getdiyə gedəndə birinci gəlirlər bəy otağını çəkirlər. Bəy otağında nələr var? Hansı divan var, kreslo var, nə bilim ayna var, nə var. Gəlin bəy otağını birinci çəkərlər, oradan götürüb gedərlər gəlin evinə, gəlini götürərlər, ya evə gətirərlər, ya palatka, ya şadlıq evinə. Bunlar hamısı söz müqaviləsi, əslində həm də çəkiliş üçün bir nümunə idi. Bu günlərim, bəli, mən demərəm ki 100% Aydın xanım müəllim düz deyir, yox, müəyyən onun sözündə əlavələrim ola bilər ki, məsələn, bu forma ondan razı deyiləm, amma çox təəssüf ki, bugünkü boşanmalara baxanda çox təəssüf ki, son, mən araşdırmışdım 6 ay ərzində